Mövzu nədir? Mövzu təbii ki, milli komandamızdır. Maraqlı transfer xəbərləri də var. Latviya ilə qolsuz bərabərə qaldı və qələbə həsrəti bir ilə çatdı. Yəni, bir ildir Azərbaycan futbol azarkeşləri milli komanda, əsas milli komanda səviyyəsində qələbənin nə olduğunu unudublar. Maçı izlədik, hər birimiz baxdıq. Oyun olaraq, tempo olaraq, təbii ki, Latviya əsas heyət üzvlərinin bir çoxunu oynatmırdı. Milli komandamızda bundan əvvəlki oyunlara nisbətən dəyişiklik demək olar ki, yəni mövqelər üzrə belə cüzi olsa da, amma əsas məqam Emin Mahmudovun oynamağı idi. Emin Mahmudovsuz milli komandanın heç də uğurlu çıxış etmədiyini bundan əvvəlki qarşılaşmalarda da gözləyir. Təbii ki, Emin Mahmudovla heç nə düzələn deyil Azərbaycan milli komandasında bu oyun anlayışı ilə, bu futbolla təbii ki, xüsusilə Santuşun nə etmək istədiyini heç birimiz oxuya bilmirik. Nəinki biz, yəni futbol mütəxəssislərinin əksəriyyəti oxuya bilmir. Santuş nəyə görə gəlib Azərbaycan milli komandasının baş məşqçi postuna, nəyi istəyir, nə tələb eləyir və Azərbaycan futbolçularından nəyi ala bilmir? Yəni, bu suala ümumiyyətlə Fernando Santuş cavab verməlidir. Amma görünən odur ki, geridə qalan periyodda artıq bir ildən artıqdır ki, Santuş milli komandamızın baş məşqçi postundadır, amma dəyişən bir şey yoxdur. Ümid etmirik, gələcək üçün nikbin yanaşmırıq, amma Santuş ümidlidir. Çünki bu günləri mətbuat konferansı keçirdi. Biz sabahlarım yenə Macarıstan yığması ilə yoldaşlıq görüşü çərçivəsində üz-üzə gələcəyik və bu mətbuat konferansında Bəhlul Mustafazadə ilə bərabər iştirak etdi. Sualları cavablandırdı. Əsasən toxunduğu məqamlar sabahki oyunda əsas start 11-liyində yeni oyuncular olacaqmı? Nə kimi Latviya ilə oyunda dəyişiklik olacaq və s. Bu ətrafda müəyyən suallar ünvanlandı. Elə Sportalas saytı xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santuş maçdan öncə keçirilən mətbuat konferansında jurnalistlərin suallarını cavablandırıb. Nə deyib? Deyib ki, bizim üçün vacib oyundur, bütün rəqibləri təhlil edirik və hər birinə hörmətlə yanaşırıq. Rəqibin oyun üslubunu bilirik. Çətin oyun olacaq. Buna baxmayaraq futbolçularımız istəkli və motivasiyalıdırlar. Ümid edirəm, sabah bunu meydanda göstərə biləcəyik. Xüsusilə Türkiyədən mənə ötürülən xəbərlərdir. Santuşla bağlı, yəni çox peşman olduğu deyilir. Yaxın ətrafına, yəni mən niyə bu Azərbaycan yığmasına baş məşqçi təyin olundum, belə suallarını ünvanlayır. Yaxşı maaş var, pul hər şey qaydasındadır, amma uzun illər məşqçilik karyeramın üzərindən qalın çarpaz xət çəkmişəm sanki. Yəni bu uğursuz, bu oyuncu qrupu ilə mən heç də uzağa gedə bilməyəcəm. Daha da illər öncə qazandığım məşqçilikdə hörməti, izzəti Azərbaycan milli komandasının baş məşqçi postunda yavaş-yavaş əridəcəm, yəni itirəcəm. Yəni bu kimi iddialı fikirlər səsləndirir. Elə Nicat, zəhmət olmasa o titri də sən təqdim elə. Hansı ki, Santuşla bağlı müəyyən belə məlumatlar əldə etdiyimiz fonda, yəni bunu tam əminliklə diqqətinizə çatdırmaq istəyirəm və Macarıstanla, əziz dostlar, Macarıstanla məğlubiyyətdən sonra, Macarıstan əgər məğlub olarıqsa, Santuşla yolların ayrılma ehtimalı 80%-dir. Bununla bağlı təbii ki, İcra Komitəsi bilirsiniz, qərar qəbul edir. AFFA rəhbərliyi tərəfindən bu İcra Komitəsinə tövsiyə ediləcək və növbədən kənar iclas çağırmaqla Fernando Santuşla yolların ayrılması gündəmdədir. Bəli, səhv eşitmədiniz. Növbəti dəfə təkrar edirəm. Fernando Santuşla bağlı AFFA rəhbərliyinin etirazları var. Heç də razı deyirlər oynanılan futboldan. Nəsə bir işıq ucu görmürlər. Yəni necə deyərlər, bu perspektivdə bir ümid yoxdur.
o ümidlər, mən deyərdim ki, yəni heç maçlar oynanılmadan belə artıq nəticə hər kəsə bəllidir. Əsas məsələ nədir? Oyun yoxdur, futbol yoxdur. Təbii ki, bu oyunçu qrupu ilə, yəni özü də deyir ki, bu oyunçu qrupu ilə mən nə edə bilərəm, amma bu oyunçu qrupu ilə ən azından yerli futbolçularla, yəni Qurban Qurbanovun, Rəşad Sadıqovun nələr etdiyi hər kəsə bəllidir. Bugün heç kəsin bəyənmədiyi, gələcək əsas yığma adına heç bir ümidin olmadığı bu 21 yaşlardan ibarət futbolçularla Ayxan Abbasov müəyyən toxunuşlarla nələrsə etmək istədiyini görürük. Yəni, bütün bunlar nümunələrdir. Amma Fernando Santos daha hazır oyunçulara öyrəşib, daha böyük beşlikdə oynayan çempionatlarda oyunçuları olub. Təbii ki, Portuqaliya yığmasında Ronaldo ilə, Ronaldo özü bir məşqçidir, belə deyək, oyun olaraq, sistem olaraq. Yəni, həmin o komandada yer alan oyunçuların keyfiyyəti olaraq, təbii ki, keyfiyyət arasında fərq var, hətta uçurum belə var, yəni onlarla müqayisə edilməyəcək dərəcədə aydın məsələdir. Amma Santuş yola salınacaq. Macarıstanla məğlubiyyətdən sonra Santuşla yollar ayrılacaq. Bu barədə iddialar var, bu barədə bizə çatan məlumatlar var. Santuşla bu iş yürüməyəcək deyə artıq AFFA rəhbərliyinin belə deyək, o kularlarda müəyyən fikirlər səsləndirilməkdədir. Odur ki, Santuşun da özü də çox yaxşı bilir, hətta özü də istəyər ki, təzminatı ödənilsin və geçsin. Çünki yenə də əvvəlcə qeyd etdiyim kimi, illərdir qazandığı o məşqçilik qaryerasında uğurları Azərbaycan yığmasındakı postunda yavaş-yavaş itirir, əridir. Bu onu narahat etməyə bilməzdi. Elə Azərbaycan futbol ictimaiyyəti də, azarkeşlər də Azərbaycan futbolunun probleminin Santuşla düzələcəyinə heç kim inanmırdı əvvəlcədən. Bizim futbolumuzun problemi tamamilə başqadır. Bizim futbolumuza vahid strategiya olmalıdır. AFFA rəhbərliyi bu barədə strategiya hazırlayıb. Bunun da nəticəsinin ən azı bir qarşıda 4-5 il lazımdır ki, görək ki, bu istiqamətdə nələr görülüb, hansı işlər görülüb. Amma bu milli komandamızın inkişafı qoca tükənmiş, qardaş, Fernando Santuşla olan deyil. Yəni bunu, bu məşqçini, bu mütəxəssisi Azərbaycana, yəni hansı formada dəvət ediblərsə, onu bu komandaya necə təyin ediblərsə, komandaya necə gətiriblərsə, həmin adamlar da məncə Futbol Federasiyaları Assosiasiyasında, AFFA-da olmamalıdır. Onlarla da yollara ayrılmalıdır. Çünki Azərbaycan futbolunun problemi Santuş deyil. Azərbaycan futbolunun problemi tamamilə fərqlidir. Yeni strategiya, alt qruplarda yığma komandaların inkişafı, uşaq futboluna nəzarət, uşaq futbolunda akademiyalarda, klubların akademiyalarına nəzarət, oradan yeni oyuncuların, uşaqların yetişməyinə müəyyən imkanlar yaratmaq. Yəni bizim problemimiz Santuş deyil. Azərbaycan nə illərdir Avropa çempionatı və dünya çempionatının final mərhələsinə getmir ki, biz deyək ki, Santuş səviyyəsində məşqçilər gəlsinlər bizim millidə. Yəni Santuşun nəyinə lazımdır? Əli cibində, kofesi qarşısında. Hətta mətbuat konferanslarından sonra da aşağılarda, prosu əlində. Nə lazımdır? O Azərbaycan millisində uğur onun üçün, millimiz uddu, uduzdu, azarkeş üzüldü, üzülmədi, onun üçün heç bir mənası yoxdur. Telesport yazıb, istəyirsən elə bizə yazılan rəylərə də qoşulaq. Salam Elçin müəllim özünü çağırın, cavab versin. Valla çağırarıq, amma gəlib yenə də bugünkü kimi, yəni bayaqlarım elə Twitterdə Nicat təqdim eləmişdi. Yəni çox maraqlı açıqlaması var bu günlərim. Bilmirəm, tərcümə ilə bağlı yaranan məsələ idi, nə idisə. İndi bir də onu ekrana gətirsin, komandalar iki komanda bir-biri ilə oynayır, deyir, futbol budur. Yəni adam konkret, yəni başını itirib sanki. Ruslan Qənizadə, salam, Latviyanı uda bilməyən bir komandadan nə gözləmək olar? Maraqlı yanaşmadır. Tacir Əliyev, salam Elçin müəllim, harada qoca məşqçilər var, heç kimə lazım olmayan AFFA gedib tapıb gətirir. Yerli məşqçi məsələn Tərlan Əhmədova, Arif müəllim. Salam hər kəsə. Biz bugün Zaydov Anar, biz bugün millimizi birdən-birə dirçəldə bilmərik. İstəyir kim gəlir gəlsin. Aşağı yaş qruplarının ciddi yanaşmada AFFA-da futbol başlasan çox azdır, heç kəs inciməsin.
Yəni biz də bayaqlarım elə səsləndirdiyimiz fikirlər bu fondadır. Yəni Azərbaycan milli komandasının problemi tam fərqlidir. Bizim problemimiz Santuşlarla, nə bilim, Fokuslarla, Debiazilərlə deyil. Bizim futbolumuzun inkişafını tam fərqli formada istiqamətləndirməliyik və sıfırdan başlamalıyıq. Məsələ nədir? Yenə də misal gətirəcəm Azərbaycan kinosundan. Həm Ziyarət, həm Ticarət filmindəki Hacı özünün lətifə danışır güzgüdə. Deyir Allaha deyir ki, bəs mən bu loteriyadan pulu aldım. Axırda dilə gəldi ki, birini sən al. Bu Santuş olmasın, digərlə, Kapella olsun, kim gəlir gəlsin. O adam gəlib burada nəyisə eləməsi üçün biz də birinci nəyisə eləməliyik ki, o yəni biz imkan yaradılmalıdır. Yəni bu milli komandamızın mən deyərdim ki, yeni strategiya hazırlanır. Bu strategiyanın müxtəlif şirkətlərlə, xarici şirkətlərlə, proqnoz şirkətləri ilə müəyyən detalları razılaşdırılıb. Mən deyərdim ki, yəni bu yeni rəhbərliyə bu şansı verilməlidir. Əslində Azərbaycan futbolunu aşağı yaş qruplarında problemi olduğu bəllidir. Yəni bugün A millimiz bu vəziyyətdədirsə, onun səbəbi aşağı yaş qruplarında vaxtı ikən istənilən planını işləməməyin nəticəsidir. Bu günlərin biz çətinlik çəkirik. İndi burada Santuş gəlib sadəcə, məncə Santuş burada vaxt itkisidir. Nə baxımdan? Yəni müəyyən bir vaxta qədər idarə etməkdir. Məncə Azərbaycan milli komandasının bundan sonraki məşqçisi yerli olmalıdır. Ayyaçı müəllim. Yerli olmalıdır. Mən sizinlə razıyam. Baxın, bir adam... Biz Gürcüstan milli komandası səviyyəsinə gəlib çatanda sən legioner məsələn gətirə bilərsən. Onu deyirəm də, yəni... Sanyolu məsələn Gürcüstan yığması necə dəvət elədi? Yəni, məsələn... 2018-2019-dan gətirdi, o 3 il, 4 il ərzində, o da müəyyən işlər gördü. Müəyyən o hazır yetişmiş oyuncu qrupunun üstünə qoydu, öz təcrübəsi ilə, öz yanaşması ilə tam fərqli səviyyəyə gətirib çıxardı. Yəni, bilirsiniz nəyə deyirəm? Məsələn, siz gözəl yemək bişirə bilirsiniz. Mən sizə ədviyyatları verməsəm, yemək bişirə biləcəksiniz. Yox. Siz çağırmağımın nə mənasıdır? Siz demirəm. Bəli, yəni ona görə deyirəm ki, Santuşla bağlı deyil. Azərbaycan milli Santuş vaxt etkisidir. Bir mənalı Santuş vaxt və pul etkisidir. Aydın məsələdir. Can yandıran məşqçilərin hörməti yoxdur, işləməyə və şəraiti olmur. Ya işləməyə imkan vermirlər, klub rəhbərliyi. Azərbaycan futbolunu lağ obyektinə çevirmək olmaz. Bura Azərbaycan millisidir. Uğursuz olsa da, futbolçu qrupu belə deyək, yarımçıq yetişsə də, istənilən səviyyədə olmasa da, bu Azərbaycan millisidir. Bizim ümidimiz bu komandaya böyükdür. Biz inanırıq. Biz yeni toxunuşlarla, yeni strategiya ilə ümid eləyirik. Əvvəl də ümid edirdik, indi də ümid edirik. Yəni, ümid etməkdən başqa çarəmiz yoxdur. Yəni, bugün yeni AFFA rəhbərliyinə təbii ki, bu imkanı tanıtmalıyıq. Çünki futbol elədir ki, yəni bu digər bir komanda, məsələn, fərdi idman növü deyil ki, gedəsən, məsələn, Kuba o tanınmış o olimpiya çempionu, 5 qat olimpiya çempionu, məsələn, gətirəsən Azərbaycan bayrağı altında güləşdirəsən, deyərsən ki, nəticə qazan, oldu, əla, vəssalam, super. Yəni, bu futboldur və burada kompleks işlər görülməlidir. Burada daha incə hər şey çox həssasdır. Aşağı yaş qruplar isə tamamilə həssasdır. Mən məsələn keçən dəfə bir fikir səsləndirdim, xüsusilə klub siyasəti ilə bağlı. Məsələn, bir sıra ölkələrin klublarını müqayisəsi apardıqda deyirik ki, bu niyə məsəl üçün aşağı yaş qruplarından davamlı Barcelona'ya oyuncu çıxır, aşağı yaş qruplarından. Baxırsan 17 yaşı var, A komandada elə oynayır ki, deyirsən ki, bu necə əzbər bilir bu oynayıb. Çünki onun 16 yaşında da, 15 yaşında da eyni oyun planı. A komanda hansı oyun planı ilə inkişaf edirsə, 15 yaşda, 14 yaşda o məşqçilər korpusu o oyun planını əzbərlətməyə çalışır. Yəni artıq 17 yaşa gələndə o oyun planını əzbər bilir. Daha doğrusu əsas yığmamız hansı sistemlə oynayırsa, 16-17 yaşda həmin sistemlə oynamalıdır. Yoxsa bugün biri gəlir, fərqli oynadır, 16 yaşda tam fərqli futbolçu yetişə-yetişə çaşbaş qalır. Deyir, mən burada bunu oynayırdım axı, nətər gəldim, birdən oyun planını dəyişdim, sistemi dəyişdim. Yəni, odur ki, bu məsələlər daha geniş çapda düşünülməlidir. Yəni, qısa düşünmə, qısa müəyyən fikirlər səsləndirmək, yəni, belə eləyəcəyik, dağıdacağıq, sökəcəyik, biz bu inkişaf eləyəcəyik deməklə olmur. Əməl.
əməl önəmlidir və bu əməldə də mən demişəm, milli komandalarımızda uğur istəyiriksə, federasiyalarda, federasiya rəhbərlərində də vətənpərvərlik olmalıdır. Azərbaycan sevgisi olmalıdır. Yəni bu mütləqdir. Vətənini sevməlidir. Birinci, ona o prizmadan yanaşmalıdır. Mən vətənim üçün nə edəcəm? Mən Azərbaycanım üçün nə edəcəm? O Macarıstanın oyununu və biz də bir də bizim millimizin oyununu izlədikdə, müqayisə apardıqda, belə göz önündə oyunu canlandırdıqda deyirsən, aman tanrım, olmasın. Bu maç olmasın. Qarşıda Fransa var hələ. Yox, Fransanın da hələ Fransaya, yəqin ki, mərhələ gəlir də Macaristana alışaq, sonra Fransa, yəni alışa. Biz futbolçularımızda bunu görə bilmirik. Təəssüflər olsun ki, futbolçularımızda da görənmirik. Futbolçular da daha, belə deyək, o sistemlə, o oyun planı ilə sanki oynamaq istəmirlər. Məsələn, Latviya ilə oyunda, ya Mahir Əmrəli qardaş, ya o topa görürsən ki, geridən komanda yoldaşın çatır və sol cinahdan şığıyır, ora bir ötürməklə ya ən azından bir sərt zərbə ilə topu ötürmə eləyə bilərdi və yaxud da qapıya da zərbə indirə bilərdi. Onun Elvin idi, səhv eləmirəmsə, onun qol olma ehtimalı 70-80% idi. Nəinki sənin oyuncunu görə ötürmə etməməyin. Biz şoka düşürük ki, sən Bundesliga 2-də necə oynayırsan, qardaş? O Bundesliga 2-də sən o səhvi eləsən, səni inandırım, səni Bundesliga 2-sinin qapısından buraxmazlar. İndi o səni izləyən komandalar var. Hal-hazırda Mahir Əmrəliyə təkliflər var. Məsələn, oturub Latviya ilə oyunu izləmək istəyir. Ya deyib ki, məsəl üçün Kaiserslauternda oynayır və yaxud da, nə bilim, Nürnbergdə və yaxud da fərq eləmir də, bu, nə bilim, hansısa Mönchengladbachda fərq etmir də. Hansısa bir, məsəl üçün, Alman klubunda oynayır. Görək millidə nə edir? Görək millidə nə edir? Görək o, bu çapda oyuncularla alınır. Görək öz səviyyəsində, Azərbaycan milli səviyyəsində görək hansı formul. O epizoda baxan, inandırım sənə məşqçi deyər ki, bu necə oynayıb Bundesliga 2-də. Biz nəyə qoyub, nəyə axtarırıq? Azarkeş inanmır. O Azarkeş, amma Tofiq Bəhramov adına Respublika stadionunun 30 minini, 25 minini doldurur. Çünki Qarabağa inanır. Deməli, o inamı vermək lazımdır. O inamı Azarkeşə ötürmək lazımdır. O hissi yaşatmaq lazımdır. Yəni, sən gəlirsən, bu orada çıxır, yəni, indiyə qədər Santuşun rəhbərliyi altında bir ildən çox vaxt keçib. Hansı oyunu deyə bilərsən ki, bu oyunu milli komandamız ahım-şahım oynadı. Amma, yəni, vura bilmədik də, alınmadı da, yəni, qardaş, alınmadı da, nə bilim, nə, belə fikirlər səslənir. Hansı oyunu deyə bilərsiniz? Siz də rəy bölümündə yazın, dostlar. Hansı oyunu deyə bilərsiniz? Məsələn. 2000-ci illərdə millinin oyunçuları elə oyun göstərdilər ki, mən Tağızadə, Qurbanov, Əfran İsmailov və digər millinin oyunçuları vardı. Onlardakı o istəyi görürdüm. Uduzsalar da inanırdıq nəyəsə. İndi nə onlar inanır, nə biz inanırıq. Birisi nə təbii, bizim futbolçularımız, yeni nəsil futbolçularında da o mübarizlik, o sona qədər dirənmək anlayışı yoxdur. Elə bir geri ilə oynayıblar. Bax, valla, biz yenə deyəcəyik, yəni çünki biz də, yəni mən hardasa 16 ildir, yəni idman jurnalistikasındayım, 16-17 il olar. Yəni uşaqlığımızdan da, yəni qandımızdan da mən futbol izləyirik, baxırıq. Məsələn, biz bugün deyəndə ki, məsələn, Ruslan Abuşovların, məsələn, Mahir Şükürovların, Vaqif Cavadovların, nə bilim, Rauf Əliyevlərin, Əfranların dönəmində milli milli demir, daha yaxşıdır. Ən azından oyunda bir reaksiya verirdilər. Yəni bir azarkeş düşüncəsi ilə onların üzülməsin deyə, onlar evlərinə daha xoşbəxt getsinlər deyə ən azı son damla tərlərinə qədər mübarizə aparırdılar. Yəni, məsələn, elə bir maç olmasaydı, Bakıda Şimali İrlandiya ilə oyunda 2-0 hesablı qələbədə Baksel Arena o dövrdə, indi Neftçi Arenada o qədər azarkeş yığılmazdı tribunaya. Məsələn, səfərdə gedib İrlandiya ilə heç-heçə oynamazdı. Evdə Qazaxıstanla o templi oyunda və yaxud da burada Belçika ilə heç-heçə etməzdi. Yəni, ən azından bir mübarizlik var idi.
Bugün azarkeş indiki nəsil futbolçularında o mübarizliyi görmürlər. Çünki yoxdur o mübarizlik onlarda. Yoxdur. O dövrdə yenə komanda sayı normal Azərbaycan Premyer Liqasında bir Xəzər Lənkəran vardı, Neftçi daha hazırlıqlı idi, Qarabağda daha yeni yüksəlişdə idi, digər region təmsilçiləri maraqlı çempionat gedirdi və o maraqlı çempionatda da yer alan komandalarda yeni yetişən yaxşı istedadlı futbolçular ön plana çıxırdı, yerli futbolçular ön plana çıxırdı və o çempionatın səviyyəsi də istər-istəməz azarkeşi tam fərqli motivasiya edirdi milli komandaların oyununa. Biz demirik ya Berti Fox. Berti Fox da həmişə tənqid eləmişik. Onun da düzgün yanaşmaları yox idi bəzi maçlarda. Prasneçkidə biraz düzəlməyə başladıq. O qrup mərhələsi var ki, ardıcıl 4 oyunuydu, məğlub olmadıq. 11 xal yığmışdıq. Qrupda birinci yerdə gedirdik. Səhv eləmirəmsə 2016-cı ilin təsnifat mərhələsinə hazırlığı idi. Yəni final mərhələsinin Avropa çempionatına gediş idi. Səhv eləmirəmsə, o dövrdə bəli Norveçi burada məğlub elədik. Yəni çox önəmli nəticə. Bəli, 7 xal yığmışıq. Çox önəmli qrupda yəni 3 turdan sonra qrupdan birinci yerdə idik. 3 turdan sonra qrup mərhələsində lider idik. Yəni təsəvvür eləyin. Yəni o oyunda biraz mübarizlik var idi. Uşaqlar sona qədər oynayırdı, amma indi yoxdur. Yenə də malzəmə söhbətidir. İndi nəticəyə etiraz edən futbolçumuz yoxdur. Biri çıxır mimikalarla ağız-burun hərrədir, nə bilim, neyir. Jurnalist sual verir ki, utanmırsınız? Niyə utanmırsınız? Bu nə futboldur? Ağız-burun əyir, biri çıxır deyir, yəni siz ömrünüzdə heç futbol oynamısınız ki, bizə gəlib belə sual verirsiniz. Qardaş, kimə verək bəs o sualı? Yəni bugün sən inkişaf etmək istəmirsənsə, sən bugün evinin içində oturub, aylıq 20-30 min manat maaşa razı olub, Türkiyənin ən azından 1-ci liqası, Super Liqadan da hətta təkliflər gəlir. Eyni zamanda fərq eləmir, Rusiyada və yaxud da digər ölkədən gələn 15 minlik təklifə yox deyirsənsə, sən deməli öz inkişafın üzərindən qalın çarpaz xət çəkmiş olursan. Sən sonra gəlib bizlə bu futbol müzakirəsini aparmamalısan. Deməli, sən futbolu sevmirsən, sən aldığın maaşa bax. Maaş da önəmlidir, məvacib də önəmlidir. Amma yəni, sən inkişafının qarşısına alırsansa, sən inkişaf etməyini istəmirsənsə, evində oturub hazır, belə deyək, rahat qazanılan mükafatlara və yaxud nələrəsə belə özünü köklüyürsənsə, fokuslanırsansa, qardaşım, mümkün deyil. Elçin Hoca, birinci oynadığın oyunla sən o jurnalistə şərait yaratmamalısan ki, o sualı versin sənə. Əgər oynamısansa, o şəraiti yaratmısansa, zəhmət olmasa o suala cavab verməlisən. Əlbəttə. Əlbəttə. Barmaqlarımız ağrıyır, nə qədər yazmaq olar. Biz Fernando Santos gələndə danışdıq da, dedik də, yazdıq da, səhv qərardı. Vallahi billahi səhv qərardı. Onun bura gəlmə şəklini də yazdıq, necə formada, hansı formada təyin olub. Onu da yazdıq, amma gördüyünüz yekunda kim haqlı oldu? Yekunda kim haqlı oldu? Kim? Təbii ki biz. Kaş onlar haqlı olaydılar. Çox təəssüf olsun. O dövrdə də bunu deyirdik ki, kaş biz yanılaq. Amma zaman gələcək, görəcəksiniz ki, biz haqlı olduq. Nəysə.